Rusiya hökuməti ölkəyə daxil olan xarici vətəndaşlardan biometrik məlumatların toplanması üzrə eksperimentin müddətini 31 dekabr 2027-ci ilə qədər uzadıb. Qərar hüquqi informasiya portalında dərc olunubdur və qeyd edim ki, eksperimentin ilkin olaraq 30 iyun 26-cı ildə başa çatması nəzərdə tutulurdu. Müddətin uzadılması əldə olunan müsbət nəticələr, həmçinin sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və biometrik identifikasiya sistemlərinin proqram təminatının təkmilləşdirilməsi zərurəti ilə izah olunur. Eksperiment 1 dekabr 2024-cü ildə başlanıb və ilkin mərhələdə Moskva və Moskva vilayətindəki beynəlxalq hava limanları, eləcə də Orenburq vilayətində yerləşən Maştakova avtomobil keçid məntəqəsi daxil olmaqla bir sıra sərhəd keçid məntəqələrində tətbiq edilirdi. 30 iyun 2025-ci ildən etibarən əlavə mərhələ tətbiq olunubdur və bu mərhələ çərçivəsində vizasız qaydada ölkəyə daxil olmaq istəyən şəxslər səfərin məqsədi barədə əvvəlcədən elektron bildiriş təqdim etməli və biometrik məlumatlarını verməlidirlər. 1 dekabr 2025-ci ildən isə texniki imkan olan bütün sərhəd keçid məntəqələrində bu sistem tətbiq edilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə 2026-cı ilin əvvəlindən ölkədə yaşayan xarici vətəndaşların sayı təxminən 5,7 milyon düşüb. Bu, illik müqayisədə 10% azalma deməkdir. Azalmanın əsas səbəbləri arasında azyaşlı əcnəbilərin sayının təxminən 1/4 azalması və ölkədə qalma müddətlərinin sərtləşdirilməsi göstərilir. Belə ki, 1 yanvar 2025-ci ildən etibarən vizasız rejimlə Rusiyaya daxil olan xarici vətəndaşların ölkədə qalma müddəti bir təqvim il ərzində 90 gündən artıq ola bilməz. Əvvəllər bu müddət yarım il ərzində 90 gün təşkil edirdi.